Minimum əmək haqqı məbləğinə ildən azı bir dəfə baxılacaq və əmək məcəlləsinə edilən dəyişikliklərə əsasən mümkün olacaq. Dəyişiklik nəticəsində minimum əmək haqqı artımında dövürlük təmin ediləcək. Bu dəyişiklik sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri, yəni 19 dərəcə üzrə əmək haqqlarında artımlara imkan verəcək. Hazırda vahid tarif cədvəli üzrə ən aşağı maaş 400 manat, yüksək maaş isə 1150 manatdır. Söhbət dövlət qurumlarında çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın maaşlarından gedir və minimum əmək haqqının artırılması dövlət sektorunda çalışan, amma dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqqlarının artırılmasına gətirib çıxaracaq. Bu baxımdan minimum əmək haqqının artırılması ilə bağlı qərar verildikdən sonra Nazirlər Kabineti tərəfindən uyğunlaşdırma həyata keçiriləcək. Bu, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan, amma dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da maaşlarının artmasına səbəb olacaq. Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarıyla nəticələnəcək. Çünki hər iki sektorda minimum əmək haqqından az maaş təklif edilməsi qanunvericiliklə qadağandır. Hər il verilən konkret təkliflər və göstəricilər əsasında qərar qəbul olunacaq. Minimum əmək haqqında gözlənilən artımlar həm də özəl sektorda maaşların artmasına gətirib çıxaracaq. Bu özəl sektorda xüsusən də nisbətən az əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olunur. Bütövlükdə minimum əmək haqqındakı artımlar 700 mindən artıq vətəndaşımızı əhatə edəcək. Onların bir qismi dövlət, bir qismi özəl sektorda çalışan vətəndaşlarımız olacaq və bütövlükdə bu xüsusən də dövlət sektorunda çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqqlarında xüsusi nəzərə çarpan artımlarla müşahidə olunacaq. Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Əli Rzayev, Royal Əsədov, Aytan Abdulova, ASTV İqtisadiyyat. İslam İnkişaf Bankı Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədi ilə 436 milyon 700 min dollar vəsaitinin ayrılmasını təsdiqləyib. Ayrılan vəsait suvarma su itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək. Layihə həmçinin yaşıl artıma, iqlim dayanıqlılığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür və bankın kapitalında 0,13%lik paya malikdir. 2024-cü ilin sonuna bankın Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb. Azərilayt markalı neftin bir barelə olan qiyməti 1 dollar 11 sent, yəni 1,54% bahalaşaraq 73 dollar 31 sentə çatıb. Digər markalarda da artım var. AES London qitələrarası birjasında keçirilən ticarət əməliyyatının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri isə 0,75% artaraq bir barelə görə 71 dollar 64 sent təşkil edib. New Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etmə ilə WTI markalı neftin bir barelinin qiyməti də 0,78% artaraq 66 dollar 83 sentə bərabər olub. Avropada təbii qaz 27% bahalaşıb. Qaz ixrac edən ölkələr forumunun hesabatına görə bu ilin yanvar ayında təbii qazın orta nəqd bazar qiyməti 1 milyon BTÜ-yə görə 12 dollar səviyyəsində olub. Bildirilir ki, qaz qiymətlərinin aylıq artımı əsasən mövsümi normadan daha soyuq hava şəraiti, geosiyasi risklərin güclənməsi, yeraltı qaz anbarlarından intensiv qaz çıxarılması, habelə ixracda yaranan fasilələr fonunda baş verib. Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. New York birjasında da təbii qazın qiyməti artıb. NYMEX əmtəə birjasında 2026-cı ilin aprel ayında çatdırmaq şərti ilə təbii qaza olan fütureslərin qiyməti 1 milyon BTÜ-yə görə 0,7% artaraq 2,9 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Avropada ötən ay təbii qazın istehlakı da artıb. Bu ilin yanvar ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 10% artaraq 47 milyard kubmetrə çatıb. Artım əsasən əhalinin yaşayış sektorunda məkan istilməsinə tələbatın güclənməsi, eləcə də mövsümi normadan daha soyuq hava şəraiti fonunda elektrik enerjisi istehsalında qazdan istifadənin bərpası ilə əlaqədar olub.
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Ukraynaya qarşı müharibənin 4-cü il dönümündə qara siyahıya 240 hüquqi, 7 fiziki şəxsin və 50 gəminin adı daxil edilib. Həmçinin 9 Rusiya bankı və Rosatomun bir neçə strukturuna qarşı məhdudlaşdırıcı ölçülərin tətbiq olunduğu bildirilir. Birləşmiş Ərəb Əmirliklərinin 142, Çinin 39, Taylandın 3 və Hindistanın 2 şirkəti də sanksiya siyahısına alınıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi bu sanksiya paketini müharibənin ilk aylarından bəri qəbul edilmiş ən böyük məhdudiyyətlər siyahısı adlandırıb. Xatırladaq ki, Böyük Britaniyanın Rusiyaya qarşı bundan əvvəlki sanksiyalar siyahısı ötən ilin dekabrında açıqlanmışdı. Ötən il dünyanın ən çox ziyarət edilən ölkəsi Fransa olub. Turizm Nazirliyinin statistikasına görə Fransaya 102 milyon əcnəbi turist səfər edir. Bu göstərici 2024-cü illə müqayisədə 3, 2019-cu illə müqayisədə isə 13% çoxdur. Ziyarətçi sayına görə Fransa ən yaxın rəqibi 97 milyon turist qəbul edən İspaniyanı geridə qoyub. Bununla belə sözü gedən sektorda yalnız qonaq sayı deyil, gəlir də mühüm rol oynayır. Fransaya gələn turistlər ölkəyə 77,5 milyard avro gəlir gətirib. Lakin İspaniya 135 milyard avro ilə Fransanı qabaqlayıb. Mütəxəssislər bunu Fransada qalma müddətinin daha qısa olması ilə izah edirlər. Bir çox turist Fransa ərazisindən tranzit kimi istifadə edərək İspaniya və ya İtaliyaya yönəlir. İspaniyada turistlərə daha yaxşı xidmət olunur. Orada münasib kateqoriyadan çox sayda hotel və kənd klubları mövcuddur. Fransada isə Parisdən çıxan kimi hotel problemi ilə üzləşəcəksiniz. Fransaya gələn turistlərin əksəriyyətini Avropa ölkələrinin vətəndaşları təşkil edir. Fransa vətəndaşlarının daxili səyahətləri də nəzərə alınmaqla 2025-ci ildə turizm sektorunun ümumi iqtisadi çəkisi 222 milyard avroya çatıb. Vüqar Ələsgərov, Vüsal Əlməzadə, ASTV Xəbər. Data Center Map platformasının məlumatına görə ABŞ-də 3960 məlumat mərkəzi var. Bu rəqəm siyahıda daha sonra gələn 14 ölkədəki mərkəzlərin ümumi sayından çoxdur. Dominantlıq bulud provayderləri və texnologiya korporasiyalarının investisiyaları sahəsində mümkün olub. Nəticədə dünyanın bulud infrastrukturunun və süni intellekt tutumunun əhəmiyyətli hissəsi Birləşmiş Ştatlarda cəmləşib. Bəzi sənaye hesablamalarına görə isə ABŞ-də data mərkəzlərinin ümumi sayı 5000-i keçir. Bu fərq sayma metodologiyasından qaynaqlanıb. Avropada data mərkəzlərinin konsentrasiyası baxımından əsas yerləri Birləşmiş Krallıq, Almaniya və Fransa tutur. Hollandiya, İspaniya və İsveç də əhəmiyyətli infrastruktura malikdir. Asiya regionu data mərkəzləri bazarında Çin, Yaponiya və Hindistan liderlik edir. Bugün səhm bazarında qarışıq dinamika müşahidə olunur. Apple-ın səhmləri 0,60, Nvidia-nın səhmləri 0,91% artsa da, Tesla-nın səhmləri 2,91, Amazon-un səhmləri 2,30, Microsoft-un səhmləri isə 3,21% ucuzlaşıb. Kriptovalyuta bazarında da ucuzlaşma davam edir. Bugün Bitcoin 3252, Ethereum 96, Binance Coin isə 21 dollar dəyər itirib. Türkiyə İxracatçılar Məclisi ilə qurulan əlaqələr regional ticarət əməkdaşlığını daha da genişləndirir. Bu fikri Kobiyanın İdarə Heyətinin sədri Orxan Məmmədov B2B görüşləri çərçivəsində keçirilən tədbirdə səsləndirdi. O, yerli və Türkiyəli iş adamlarını yeni tərəfdaşlıq imkanlarının araşdırmağa, əlverişli biznes mühitinin qurulmasında bu platformanın geniş imkanlar yaratdığını dedi. Qeyd edək ki, B2B görüşlərində müxtəlif sektorları təmsil edən şirkətlər tərəfindən məhsul və xidmət təqdimatları keçirilir, potensial tərəfdaşlıq imkanları müzakirə olunur. Tədbirin məqsədi isə iş adamları arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların formalaşdırılmasına dəstək olmaq və həm də qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını təşviq etməkdir. Vurğulandı ki, 2025-ci ildə 11300-dən çox Türkiyə şirkəti Azərbaycana məhsul ixrac edib. Türkiye ile Azerbaycan arasında kardeşlik, dostluk, tek millet, iki devlet hikayesi var. Tarihlere dayanan bir ilişkilerimiz var. O yüzden biz de karşılıklı ticaret hacmini artırmak için büyük bir heyetle buraya geldik. Yaklaşık 35 ile 40 firma arasında değişik sektörleri temsilen Türkiye'ye geldik. Şu anda karşılıklı iki devlet olarak 7 milyara yakın bir ticaret hacmimiz var. Biz istiyoruz bunu ki orta ve uzun vadede en az 15 milyar dolara çıkaralım. Aramızda serbest ticaret anlaşması yapılırsa bence bu potansiyeli çok yakın bir zamanda yakalayabiliriz.
ülkede yatırım imkanları olabilir. Yeni Karabağ taraflarında özellikle farklı sektörlerin gelebilecek olduğu, üretim ve ihracat yapılacak olduğu sektörler var. Qeyd edək ki, Türkiyə İxracatçılar Məclisi 27 sektor, 61 ixracatçı birliyini və 160 mindən çox ixracatçını birləşdirir. Elnarə Həsənova, Kamran Saduyev, ATV İqtisadiyyat. Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Əsas prioritetlər istehsalın genişləndirilməsi, ixracın artırılması və yaşıl sənaye layihələrinin inkişafıdır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov məlumat verib. Bildirib ki, ötən il sənaye parkları və məhəllələrində istehsal həcmləri artıb, ixrac coğrafiyası genişlənib və regionlarda iqtisadi aktivlik güclənib. Bu zonalarda yaradılan müəssisələr həm daxili bazarın təmin olunmasına, həm də ixrac potensialının artırılmasına xidmət edir. Hazırda sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident fəaliyyət göstərir. Bu göstəricilər sənaye zonalarının artıq formalaşmış və dayanıqlı sənaye mühitinə çevrildiyini təsdiqləyir. 2025-ci ilin sonuna kimi agentliyin idarə etməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılır. 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılır. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib və bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilir. Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən rezidentlərin sayı 40-dır. Ötən il onlar 2 milyard 200 milyon manatlıq məhsul istehsal edib ki, bunun da 1 milyard 100 milyon manatlıq hissəsi ixraca yönəlib. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam Sənaye Parkında 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Bura 146 milyon manata yaxın sərmayə yatırılıb. 1000-ə yaxın isə iş yeri yaradılıb. Təxminən 44 milyona yaxın manat sərmayə qoyulan, 100-ə yaxın iş yeri açılan Cəbrayıl Araz Vadisi Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Mingəçevir, Qaradağ, Pirallağı və Hacıqabul parklarında, həmçinin Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsal sahələri genişləndirilir. Yeni Naxçıvan və Qərb sənaye parklarında isə infrastruktur işləri davam etdirilir. Eyni zamanda aqrar sənaye istiqamətində də mühüm nəticələr əldə olunub. Ötən il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə Yevlax pilot aqroparkın açılışı baş tutub. Ümumi ərazisi olan 2807 hektar olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınır. Rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılmışdır. Qarşıdakı mərhələdə əsas məqsəd sənaye zonalarını innovasiya və ixrac yönümlü istehsal mərkəzləri kimi inkişaf etdirmək, regionlarda sahibkarlıq imkanlarını genişləndirmək və qeyri-neft iqtisadiyyatında dayanıqlı artımı təmin etməkdir. Çinarə Qambayeva, Vahab İmanzadə, ATV İqtisadiyyat.